Texnologiya yalnız alət deyil, o öyrənmənin, düşünmənin və yaradıcılığın bir hissəsinə çevrilib. Bugün biz təhsil və zaman verilişində təhsilin gələcəyinə baxacağıq. Süni intellektin sinif otaqlarına necə daxil olduğunu, müəllim və şagird münasibətlərini necə dəyişdirdiyini izləyəcəyik. Hər yeniliyin arxasında suallar dayanır. Bizi əvəz edəcəkmi, yoxsa gücləndirəcək? Cavabları təhsil və zaman verilişində birlikdə aydınlaşdıracağıq. Süni intellektin keçdiyi yola nəzər salsaq, bu texnologiyanın necə sürətlə inkişaf etdiyinin şahidi olmuş olarıq. Onun yaranma tarixinə və ilk addımlarına nəzər salaq. Süni intellekt bugün günümüzdə, məişətimizdə, təhsilimizdə hər gün tez-tez rast gəldiyimiz bir ifadədir. Və bu ifadə 1950-ci illərdən artıq elmi auditoriyalarda işlənməyə başlanıbdır və eyni zamanda süni intellektin təsirindən daha çox yararlanmağa çalışıbdır dünya ölkələri 1950-ci ildən sonra və bugün süni intellekt səviyyəsində bildiyimiz kimi biz istənilən mobil versiyada və ya kompüter vasitəsilə müxtəlif bilgilər əldə edə bilirik rahatlıqla. Məsələn, 10 il, 15 il bundan öncəyə fikir versəydik, süni intellektin həyatımıza bu qədər təsir etmədiyini görürük. Bugün həm məişətimizdə, həm təhsil sistemində insanların rahatlığı naminə bir çox işlərə yarayır. Süni intellekt deyəndə çoxlarını düşündürən bir məsələ var. Süni intellekt bizim həyatımıza daxil olmaqla nə kimi yeniliklər gətirir? Süni intellekt dedikdə nəyi nəzərdə tuturuq? Bildiyimiz kimi artıq süni intellekt dövrümüzün insanların həyatına çox sürətli şəkildə inteqrasiya olmağa başlayır. Gündən-günə yeni süni intellekt platformaları, yeni süni intellekt proqramları hazırlanıb təqdimat olunur insanlara və insanlar da bu dövrün insanları da öz ehtiyaclarına görə, öz bacarıqlarına görə bu fərqli süni intellektlərdən istifadə etməyə çalışırlar. Ümumiyyətlə, süni intellektin müsbət tərəfləri bu nöqteyi nəzərdən çox mühüm əhəmiyyət kəsb edir ki, hər sahədə məşğul olan insanların öz bacarıqlarına və öz işlərinə uyğun olaraq süni intellekt platformaları mövcuddur artıq və bu get-gedə də genişlənərək artır. Şirkətlər artıq məhz süni intellekt prosesinə çox yüklü miqdarda məbləğlər ayırırlar və bunun inkişafı üçün çox sürətli proseslər aparırlar və texnologiya ilə bərabər də süni intellektin inkişafı daha da güclənir. Məsələn, süni intellektin özü də texnologiyanın sürətli inkişafına bir növ öz töhfəsini verir. Süni intellekt insan intellektinin fəaliyyətini kompüter və proqramlar vasitəsilə daha da təkmilləşdirən bir elmdir, texnologiyadır. Süni intellekt proqramlar, sistemlər vasitəsilə insanın düşünə bildiyini, anlaya bildiyini, problemləri həll edə bildiyini, qərarlar qəbul etdiyi bir elmdir, bir sahədir. Buna danışığı təhlil etməyi, buna mətni anlamanı, sonra buna müəyyən sahələri aid etmək olar. Ümumiyyətlə, süni intellektdən biz öz şagirdlərimizdə, öz təhsilimizdə necə istifadə edə bilərik? Bu da çox mühüm məsələdir. Bildiyimiz kimi ən geniş yayılmış süni intellekt platformalarında məhz suallara cavab verən süni intellekt platformaları var ki, şagirdlərimiz öz dərslərini, öz ehtiyac olan layihələrini, öz analizlərini məhz bu süni intellekt proqramları ilə danışaraq, onlara sual verərək məlumatlar əldə edə bilirlər. Və bu şagirdlərimizə müsbət tərəflərindən danışırıqsa, şagirdlərimizin həqiqətən sürətlərini artırır, onların analiz etmə qabiliyyətlərini artırır və ən çox da mənim diqqət elədiyim onların sual vermə bacarıqlarını bir növ formalaşdırır ki, şagirdlərimiz də sual verməyi öyrənərək əslində nə istədiklərini həqiqi mənada bir növ tapmış olurlar. Və süni intellekt şagirdlər arasında da fərq yaradır. Nə istədiyini bilən şagird süni intellektlə daha uğurlu olur, amma nə istədiyini bilməyən şagird, necə sual ünvanlamağı bilməyən şagird süni intellektin gücündən o qədər də istifadə edə bilmir. O nöqteyi nəzərdən süni intellektin təbliğatı, inteqrasiyası məqsədi ilə məhz sualların düzgün formalaşdırılması və şagirdlərin nə istədiyini bilmək tərəfindən maarifləndirici işlər aparılmalıdır ki, şagirdlərimiz bu prosesdə də geriyə qalmasınlar.
Bu texnologiya təkcə təhsildə deyil, bir çox sahədə öz təsirini göstərir. İndi isə baxaq, süni intellekt həyatımızın hansı istiqamətlərində istifadə olunur? Süni intellekt müxtəlif sahələrə tətbiq olunur. Əsas tətbiq olunduğu, üzərində icrası düşünüldüyü sahələr vardır ki, bu sahələrə dərin öyrənməni, maşın öyrənməsini, təbii dilin öyrənilməsini, sonra robototexnikanı, ekspert sistemləri misal göstərə bilərik. Bununla yanaşı ekspert süni intellekti digər sahələrdə tətbiq etmək olur ki, bu sahələrdən biri tibb sahəsidir. Tibb sahəsində rentgen müayinəsi, diaqnozun qoyulması, sonra təhsilə aid etmək olar ki, təhsildə fərdi təhsil sisteminin təşkilidir. Bunu maliyyə, hətta əyləncə mərkəzlərinə belə aid etmək olar süni intellektin. Düzdür, süni intellektin həm müsbət, həm də mənfi cəhətləri vardır ki, müsbət cəhətlərinə məsələn müəyyən müxtəlif həcmdə, yəni çoxlu həcmdə olan informasiyanın emalını, sonra insan səhvlərinin aradan qaldırılmasını, istədiyimiz məlumatı effektiv və sürətli şəkildə əldə etmək bunun müsbət cəhətləridir. Amma mənfi cəhətlərinə də onu deyə bilərik ki, işsizliyin olması, sonra etik qaydalara riayət olunmaması, hal-hazırda indiki dövrdə gənc nəslimizdə süni intellektdən daha çox istifadə eləyir. Təhsil alan şagirdlərimiz süni intellektlə daha çox maraqlanırlar, onlar üçün maraq obyektinə çevrilibdir. Hər yeniliyin həm faydası, həm də riskləri var. Süni intellekt təhsildə bir çox üstünlükləri və çatışmazlıqları ilə də diqqət çəkir. Elə isə birlikdə izləyək. Süni intellekt şagirdlərimizin istifadəsində həqiqətən mənfi, müsbət tərəflər göstərə bilir. Müsbət tərəflər ondan ibarətdir ki, misal bir şagirdimiz layihə hazırlayırsa, layihənin vaxt itirəcəyi yerlərini süni intellektdə bir növ həll elətdirib, digər tərəflərin özü həll eləyərək yekunda bir layihəni daha sürətli şəkildə əlçə gətirə bilir. Amma burada belə bir mənfi məqam ortaya çıxır ki, şagirdlərimiz süni intellektin gücünə asılı olaraq bir növ tənbəlləşə bilirlər. Artıq onlar məktəbdə evə verilən tapşırıqlarını belə bəzən süni intellektdə həll etməyə çalışırlar. Bu da artıq beyinlərin bir növ passivləşməyinə gətirib çıxarır. O nöqteyi nəzərdən də maarifləndirmək həqiqətən çox vacibdir ki, həm müəllimlərimiz, həm valideynlər şagirdlərimizin süni intellektdən düzgün istifadə qaydaları haqqında onları davamlı xəbərdar etməlidirlər. Məktəbdə verilən bir tapşırıq süni intellektdə gəlib həll etmək doğru deyil, amma məktəbdən kənar bir layihəvi süni intellektdə icra eləmək, onu sürətli şəkildə təqdim eləmək, təqdim etmə formalarını öyrənmək, layihədə baş verəcək problemləri analiz eləməkdə süni intellektin köməyini istifadə etmək həqiqi mənada çox yardımcı olur. Motivasiya edici cəhətlərinin olması, müəllim işinin azaldılması, tədrisin daha keyfiyyətinin artması, öyrənmənin fərdiləşməsi kimi müsbət cəhətlərini sadalamaq olar. Süni intellekt, yəni ağıllı texnologiyalar artıq həyatımızın bir çox sahəsində mühüm rol oynayır. Xüsusilə də təhsildə artıq böyük rol oynamağa başlayıbdır. Onun vasitəsilə şagirdlər öyrənməni fərdiləşdirib, biz müəllimlər isə öyrənmə vəsaitlərini, dərs materiallarını daha səmərəli şəkildə tətbiq etməyə başlamışıq. Lakin bu süni intellektin bir sıra müəyyən bir risklər vardır. Belə düşünürəm ki, bu texnologiyadan bir qədər istifadə texnologiyanı asılılığa gətirib çıxara bilər, eyni zamanda yaradıcılığın zəifləməsinə də nəticələnə bilər. Məsələn, şagirdlər yeni hazır cavab, yəni hazır cavablara öyrəşirlər. Öyrəndən sonra bu şagirdlərdə düşünmə bacarığının, araşdırma bacarığının aşağı səviyyəsinə düşməsinə səbəb ola bilər. Süni intellektdən istifadə zamanı məlumatların qorunmasına diqqət etmək lazımdır. Xüsusilə də etik məsələləri nəzərdə tutmaq lazımdır. Bu dəyişikliklər həm şagirdin, həm də müəllimin rolunu yenidən müəyyənləşdirir. Bəzi ölkələrdə hətta süni intellektin istifadəsi qadağan olunub ki, çünki şagirdləri passivləşdirdiyinə görə şagirdlər imtahanına belə hazırlaşmırlar və sadəcə bir kameradan çəkərək ya da ki, bir şəklini çəkib süni intellekti ataraq uzun bir il boyu öyrəndiyi bilgilərin cavablarını bir dəqiqədən qısa bir müddətdə əldə edir və imtahanlarda uğur qazanmağa çalışırlar və artıq uğurlu və uğursuz insanı seçmək də bu nöqteyi nəzərdən çətinləşir. Yəni bilgili, bilgisiz insanı seçmək də çətinləşir.
Bu istiqamətdə də həqiqətən bu prosesləri aparan müəllimlərə, təşkilatlara çox iş düşür ki, imtahan dediyimiz şey insanın bilgisini yoxladığı halda biz həqiqi mənada bu istifadəni oralarda qadağan eləməliyik ki, biz həqiqi mənada şəxslərin öz bacarıqları, öz bilikləri, elmləri nə qədərdir onu analiz edə bilək. Amma düşünün, hər kəs eyni cavabı verir eyni suallara, hər kəsin cavabını kompüterlər verir. Bu nöqteyi nəzərdən kimin uğurlu olduğunu seçmək qeyri-mümkün olur və insanlarımız da hər işləri bu qədər asanlaşdıqca özlərini bir növ çətinə salmaqdan çəkinə bilərlər. Bu da onların inkişafına, xüsusən də şagirdlərimizin inkişafına çox mənfi təsir göstərə bilər. Amma mən mənfi tərəflərdən danışmağı çox sevmirəm. Əsas müsbət tərəfləridir ki, biz müsbət tərəflərindən istifadə edərək həqiqətən illərlə çəkə biləcək araşdırmaları dəqiqələr içərisində onu nəticələndirib biz öz layihələrimizə tətbiq edə bilərik. Texnologiyanın bu qədər geniş yayılması şagirdlər və gənclərin də diqqətindən yayılmır. Gəlin bu mövzu ilə bağlı şagirdlərin də fikrini eşidək. Mən 9-cu tam orta məktəbin 11-ci sinif şagirdi Əliyev Cəlil. Süni intellekt həyatımızın bir çox sahələrində mövqeyi vardır və bu sahələrdən biri də təhsil sahəsidir. Təhsil sahəsində həm müəllim, həm də şagirdlərə öz köməkliyini edir. Süni intellektin təhsilə təsiri müasir dövrdə vacibdir, amma ki, biz ondan balanslı və səmərəli istifadə etməliyik. O cümlədən süni intellekt insanların həyatına mane olmamalı, əslində insanların inkişafına kömək etməlidir. 9 nömrəli tam orta məktəbin 11 sinif şagirdi Vüqar Abbasov. Süni intellekt bugün günümüzdə ordu, sənaye, təhsil sahələrində istifadə olunur və biz də şagird olduğumuz üçün biz də təhsil sahəsində süni intellektdən geniş istifadə edirik. Araşdırmalarda, bir neçə mövzularda istifadə edirik. Əvvəllər süni intellekt geniş istifadə olunmayanda biz toplulardan, kitablardan istifadə edirdik və bunda da çox böyük vaxt itkisi sərf olurdu. Amma süni intellektdən geniş istifadə zamanı biz artıq vaxta qənaət edirik və bir çox mövzuları, yüzlərcə, minlərcə məlumatı bir neçə dəqiqələr ərzində istifadə edirik. Amma süni intellektin geniş istifadəsi zamanı şagirdlərin sələsi danışığı itir və biz əvvəllər kitablara vaxt ayırdığımızda kitabları oxuyur və beləliklə də biz onu tez asan əldə edirik və bu da tənbəllik yaradır şagirdlərdə. Mən Nəcəfli Məhəmmədəli Azər Tağıyev adına 17 nömrəli tam orta məktəbdə 10A sinifində oxuyuram. Müasir dövrdə texnologiyanın inkişafı təhsildə də özünü göstərir və bununla da biz şagirdlərə yeni imkanlar yaranır. Bu imkanların əsası ağıllı sistemlər adlandırdığımız süni intellektdir. Süni intellektin faydalı və riskli tərəfləri də vardır. Faydalı tərəflərdən biri odur ki, biz şagirdlər üçün öyrənmə prosesini daha maraqlı və daha səmərəli şəkildə gətirir. Riskli tərəflərindən biri odur ki, artıq gün keçdikcə sosial şəbəkələr insanların həyatının bir hissəsinə çevrilir və insanlar bir-birləri ilə ünsiyyət qurmaqda çətinlik çəkir, əziyyət çəkir. Nəticədə onu demək istəyirəm ki, süni intellektin təhsildə düzgün istifadə edilməsi dərsin keyfiyyətini artırır. Yəni, müəyyən mövzularda mənim özümdə ChatGPT proqramından istifadə edirəm. O mövzunu daha dolğun başa düşmək üçün, daha izahlı başa düşmək üçün özümdə ChatGPT proqramından istifadə edirəm. Mən Salayev Əziz Azər Tağıyev adına 17 nömrəli tam orta məktəbin 10A sinif şagirdiyəm. Mən süni intellekt haqqında müxtəlif düşüncələr malikəm. Bu düşüncələr əsasən bizə keçirilən STEAM dərsi barəsində məndə formalaşıb. Bu dərs Azərbaycanın müasir dövlətlər səviyyəsində inkişafı üçün böyük bir imkandır. Hal-hazırdakı gənclərimiz süni intellekt haqqında müxtəlif məlumatlar əldə etmək və bunları inkişaf etdirmək üçün irəliyə addımlar atır və bu addımlar nəticəsində süni intellekt get-gedə Azərbaycanın da istifadə etdiyi bir sahəyə çevrilir. Süni intellekt əlbəttə ki, gələcək nəsil üçün çox vacib və əvəz olunmaz olacaq. Hal-hazırda həyatımızı süni intellektsiz düşünmək belə mümkün deyil. Bəzən elə olur ki, insanlar öz düşüncələrini və yaxud da digər insanların düşüncələrini düşünmədən sadəcə süni intellekt vasitəsilə araşdırma apara bilir və bu araşdırmalar nəticəsində dəqiq məlumatlar əldə edə bilirlər. Əlbəttə ki, bir çox ölkədə müxtəlif süni intellektlər mövcuddur. Bunlar Grok, Gemini və yaxud da ChatGPT kimi proqramlardır. Süni intellektin inkişafı üçün Azərbaycan da müxtəlif addımlar atır və Azərbaycan da gələcəkdə bir irəliləyişdə bir mövqeyi olmağı insanı əlbəttə ki, qürurlandırır. Hər hazırda müxtəlif gənclərimiz süni intellekt vasitəsilə yalnız müəllimələrin başa sala biləcəyi mövzuları başa düşməyə çalışır. Ancaq bu belə deyil, çünki müəllimələrin rolu əvəz olunmazdır. Süni intellekt yalnız araşdırma və özümüzü inkişaf etdirmək üçün bir yol, bir növ olaraq istifadə oluna bilər.
Bundan başqa olaraq da süni intellekt hal-hazırda insanların həyatında vacib yer kəsb edir və bəzən insanların digər insanlarla ünsiyyətini çətinləşdirir. Bunun da nəticələri əlbəttə ki, gələcəyimiz üçün ağır və təhlükəli ola bilər. Yəni nəticədə insan hər hansı bir insanla danışmadığı müddətcə o inkişafdan geri qalır. Nə qədər araşdırma, biliklərə malik olsa da inkişafdan geri qalır və cəmiyyətimiz üçün yararlı bir insan olmur. Həyatımızı asanlaşdırsa da, düzgün idarə olunmadıqda bir çox təhlükə yarada bilər, bunlara asılılıq yarada bilər. Şagirdlər hər şeyi süni intellektdən soruşsa, bu öz fikirləri ilə düşünmələri çətinləşdirə bilər. Bundan başqa məlumat təhlükəsizliyi olur. Məlumat təhlükəsizliyi isə şagirdlərin öz məlumatları qorunmalıdır. Bəzən süni intellekt səhv, yanlış və ya dəqiq olmayan cavablar verə bilər. Buna görə də müəllim nəzarəti olmalıdır. Mən 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Urus Rafik Kəramətoğlu. Mən düşünürəm ki, bunların nə qədər müsbət cəhətləri olsa da bir o qədər mənfi cəhətləri vardır. Həmin süni intellektlərdən bir neçəsi sizə misal göstərə bilərəm. Həmin süni intellektlərdən məsələn Gemini, ChatGPT, onlar insanların köməyinə çox çatırlar. Həmin proqramlar ChatGPT və yaxud da Gemini vasitəsilə araşdırmanı çox dəqiq və çox asan halda araşdıra bilərik. Mən həmin proqramlardan istifadə edirəm. Onlar mənim informasiya almağımda və yaxud da informasiya ötürməyimdə çox mənə köməklik göstərirlər. Mən Amin Əlizadə, Heydər Əliyev adına tam orta məktəbinin 8-ci sinif şagirdiyəm. Niyə istifadə edirəm? Mən məsələn Arduino'da kod yazarkən, Arduino'dakı xətaları tapmaq və analiz etmək üçün istifadə edirəm. Bu zaman həmçinin mən layihələrimi inkişaf etdirməkdə üçün süni intellektlərdən istifadə edirəm. Daha sonra gördüyünüz robotlarla biz Dünya Robot Olimpiyadasında 1-ci yeri layiq görmüşük. İndi isə Singapurda keçiriləcək final mərhələsində ölkəmizi layiqincə təmsil edəcəyik. Süni intellekt artıq STEM fənlərinin vacib bir hissəsinə çevrilib. Maraqlıdır ki, bu inteqrasiya tədrisə nə gətirir? Məhz STEM mərkəzində də bizim STEM şagirdlərimiz çox geniş şəkildə məhz süni intellektin gücündən istifadə edirlər bizim nəzarətimiz çərçivəsində. Çünki biz onlara mənə kod yaz deməkdən əlavə yazdıqları kodda baş verən səhvləri onlara analiz elətdiririk ki, səhv axtarmaq biraz uzun müddət alır. Onun əvəzinə o prosesi süni intellekt eləyə bilər, amma əsas məqsədlərin, hədəflərini özləri öz kodlarında yazmaqları daha məqsədə uyğundur ki, onun məntiqini dərk edə bilsinlər, alqoritmik bilikləri inkişaf edə bilsin. Əks halda hər şey süni intellekt elədiyi halda alqoritmik cəhətdən şagirdlərimiz çox geri qalarlar. Əlavə olaraq onu qeyd edeyim ki, şagirdlərimiz hazırladıqları layihələrdə və ya rəqib komandaların layihələrini hətta süni intellektə analiz elətdirib, onların mənfi tərəflərini süni intellekt vasitəsilə aşkara çıxarıb, onlara qarşı strategiyalar tətbiq edə bilirlər ki, bu da süni intellektin bizim şagirdlərə verdiyi əlavə gözəlliklərdəndir, üstünlüklərdəndir. Amma hər nöqteyi nəzərdən biz baxdıqda süni intellektdən istifadəni bilmək çox mühüm bir bacarıqdır özü əslində. Çünki prompt dediyimiz sual qəlibləri var ki, hər kəs süni intellektdən fərqli cavablar ala bilər eyni mövzuya uyğun olaraq. Kim doğru, kim effektiv promptu yaza bilirsə, kim nə istədiyini bilib ona düzgün ifadə edə bilirsə, o daha dolğun, daha gözəl, daha işinə yarayan məlumatlar əldə eləyir. Bu nöqteyi nəzərdən bizim şagirdlərimizin süni intellektlə iç-içə olmağını biz həqiqətən dəstəkləyirik və onlara bu istiqamətdə də tövsiyələr veririk, təlimlər keçiririk. Onu da qeyd edeyim ki, bu yaxınlarda bildiyimiz kimi artıq bizim bir komandamız Dünya Robot Olimpiyadasının Azərbaycan mərhələsində qalib olmuşdular və onlar Azərbaycan milli komandasına seçiliblər və onlar 26 noyabrda artıq Singapura yollanıb milli komanda ilə birlikdə Azərbaycanı təmsil edəcəklər və eyni zamanda da hər il bilirsiniz ki, Beynəlxalq STEM Azərbaycan festivalı keçirilir 30-dan çox ölkənin iştirakı ilə. Biz də hər il o yarışmada 2-3 komanda ilə iştirak edirdik. Gözəl bir haldır ki, artıq bu il həmin yarışda 17 noyabr, 19 noyabr tarixlərində Bakı Expo Centerdə keçiriləcək STEM Azərbaycan festivalına xoş haldır ki, artıq ilk dəfə olaraq biz geniş, böyük bir heyətlə qoşulacağıq. 10 komandamız final mərhələsinə haqq qazanıb.
çox komandada daha çox uğur deməkdir, daha çox məsuliyyət deməkdir. Biz də artıq o hazırlıq proseslərimizdə yekunlaşdırırıq. Şagirdlərimiz də bu prosesdə də işlərini sürətləndirmək üçün süni intellektin gücündən də istifadə edirlər. Və buradan da bütün komandalarımıza, şagirdlərimizə uğurlar arzu edirəm. İnşallah layiqli yerləri qazanıb Naxçıvana geri dönəcəklər. Yüksək ixtisas və elmi tədqiqatlar sahəsində də süni intellektin rolu artır. Gəlin görək ali təhsil sistemimizdə süni intellektin rolunu artıran səbəblər hansılardır? Elə isə birlikdə izləyək. Naxçıvan Dövlət Universitetinin 5 illik strateji fəaliyyət planında ən ümdə məsələlərdən biri tədrisin keyfiyyətinin təkmilləşdirilməsidir. Və bu da məhz innovativ yanaşmaların tədrisə tətbiqi ilə mümkün olur. Və cari dövrümüzdə də süni intellektdən istifadə, onun tədrisə, tədqiqata inteqrasiyası kütləvi hal almışdır. Və bunun istifadəsi, düzgün istifadəsi məhz bizim təhsildə yanaşmalarımızdan asılıdır. Belə ki, Naxçıvan Dövlət Universitetində tələbə ümumi təhsilin istifadə edilməsi, eləcə də layihə ümumi təhsil yanaşmalarının tətbiqi məhz təhsilin həm identifiklaşmasına, yəni individuallaşmasına və eləcə də xüsusi yanaşmaların fərdi olaraq tələbə, müəllim və tədqiqatçı heyətə tətbiq edilməsinə deməli, yaxşı zəmin yaratmışdır. Belə ki, xüsusilə də biz bu prosesdə əcnəbi, yəni xarici təcrübənin öyrənilməsinə önəm veririk və bildiyiniz kimi Naxçıvan Dövlət Universitetində dünyanın 4 fərqli ölkəsindən 50-yə yaxın professor fəaliyyət göstərməkdədir və bu professorların böyük çoxluğu məhz kompüter mühəndisliyi ixtisasında tədrisə cəlb edilmişlər və bu ixtisaslarda da məhz süni intellektin istifadəsi və bizim tədqiqat heyəti ilə birlikdə tədqiqatların həyata keçirilməsi, süni intellektin inteqrasiyası və birlikdə deməli ortaq layihələrin həyata keçirilməsi, icra edilməsi məhz innovativ yanaşmaların təhsildə tətbiqinə münbit şərait yaratmışdır. Və bu sonrakı prosesdə davam edəcəkdir. Xüsusilə layihələrin hazırlanmasında və layihə ümumi təhsil yanaşmasının tətbiq edilməsində məhz süni intellekt və süni intellekt vasitələrindən istifadə, onlardan düzgün tətbiqi və yaxşı nəticələrin əldə edilməsi təhsildə bu yanaşmaların müsbət zəmində yaxşı nailiyyətlər əldə etməmizə yol açacaqdır. Müasir dünyada texnologiya sürətlə inkişaf edir, dəyişir və biz də bu dəyişimə ayaqlaşmaq məcburiyyətindəyik. Mənim auditoriyada əsas məqsədim tələbələrə nəzəri biliklər verməklə yanaşı, onlarda analitik düşüncə qabiliyyətini, tədqiqat və tətbiq etmə bacarıqlarını inkişaf etdirməkdir. Bildiyiniz kimi, süni intellekt tədrisin artıq ayrılmaz bir hissəsinə çevrilmişdir. Mən özüm də süni intellekt alətlərində, müxtəlif tədqiqatlarda və köməkçi vasitə kimi istifadə edirəm. Sadəcə həmişə tələbələrə bir nüansı qeyd edirəm. Süni intellekt sadəcə düşünmək üçün deyil, sizin düşüncənizi daha da inkişaf etdirmək üçündür. Buna görə də o sizin əvəzinizə düşünə bilməz. Amma siz ondan öz düşüncələrinizi təkmilləşdirmək üçün, ona daha yaxşı optimal variantlar, alternativ yollar tapmaq üçün istifadə edə bilərsiniz. Məsələn, ChatGPT, DeepSeek və yaxud da Copilot kimi süni intellekt vasitələri onların işini daha asanlaşdırır və həmçinin yazdığı kodlarda səhvləri tapmaq üçün öz sərf elədikləri vaxtı minimuma endirir. Buna görə də biz tələbələrimlə birlikdə süni intellekt vasitələrindən istifadə edirik. Tələbələrimiz gündəlik həyatında süni intellekti çox istifadə edir. Əsasən də ən çox dərsləri çalışan zaman, yəni burada ən çox istifadə olunan IT sahəsindəki informasiya texnologiyalardır, kompüter mühəndislərdir, proseslərin avtomatlaşmasıdır və s. Tələbələr əsasən proqramlaşma sahəsində, kiber təhlükəsizlik sahəsində, süni intellekti öyrənmə sahəsində AI-dan çoxlu kömək alır ki, burada artıq onlar AI sayəsində yeni texnologiyalar öyrənmiş olur və hər bir şəxs əvvəl Google-da araşdırma edirdik forum səhifələrində. Artıq indi AI-nın köməkliyi ilə bizə çox zaman qazandır və işimizi çox qarşıya salır. Həm tələbələr üçün, həm biz müəllimlər üçün. Məsələn, müəllimlər ən çox tələbələrin bilik
səviyyəsini yoxlamaq istəyən zaman onlara sınaq imtahanları təbii ki, təşkil edir. Həmin bu sınaq imtahanlarını müəllimlərin zamanına görə hər kəsə fərdi yanaşa bilmir və ümumi şəkildə salır. Amma süni intellekt köməkliyi ilə hər bir tələbənin xüsusiyyətlərini süni intellektə öyrədib, hər bir tələbə üçün biz fərdi dərs planı, fərdi sınaq imtahanları hazırlaya bilərik. Məsələn, burada da hər bir tələbənin səviyyəsinə uyğun fokuslanırıq ki, bu daha düzgün bizə nəticə vermiş olur. Tələbələr də bunu çox istifadə edir təbii ki, imtahan suallarında və proqramlaşmanı öyrənən zaman kod yazan AI-lardan, yəni toollardan istifadə edir ki, bunlar həm tələbənin zamanını qazandırmış olur özünə, həm də ki, çox rahat olur. Bəzi tələbələr AI-dan çox istifadə edir, hətta sizə deyim, gündəlik həyatının bəlkə də 70%, 90%-ni AI-dan istifadə edərək soruşur. Məsələn, hətta elə tələbələr var ki, yemək yeyən zaman həmin o yeməyin nə qədər kalori verdiyini belə GPT və ya bənzər AI-lardan da soruşa bilir. Və burada da görünür ki, tələbələr, əsasən insanlar çox istifadə edir. Və bunun mənfi tərəfi odur ki, qlobal bir zehni problemə səbəb olur ki, insanlar özü düşünüb, özü əziyyət çəkib, özü araşdırma edib tapırdı o məlumatları, amma hazırda hazır bir bazadan sanki axtarıb və çıxardır. Və bu da tələbəni daha da tənbəlləşdirir və yeni nələrsə öyrənməsinə qarşısını almış olur. Bu il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi keçirildi və bununla bağlı Akademiyanın yubiley tədbirində Prezident İlham Əliyev süni intellekt məsələsinin Azərbaycanda xüsusi diqqətdə saxlanılması və bu istiqamətdə inkişafa nail olunması üçün müəyyən işlərin görülməsini xüsusilə vurğuladı. Bu isə o deməkdir ki, elm və təhsildə süni intellektin günümüzdə çox böyük rol oynayır. Süni intellekt 10 il bundan əvvəl bu barədə heç kim heç danışmırdı. Bugün artıq bu ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Əlavə olaraq onu da qeyd edək ki, Azərbaycan Prezidenti 2025-2028-ci illər üçün süni intellekt strategiyasını təsdiqləyib. Bu strategiya ölkədə rəqəmsallaşmanı sürətləndirməyi, təhsil və idarə etmə süni intellektin tətbiqini genişləndirməyi hədəfləyir. Birinci qrup sahəsində süni intellektə maraq göstərən gənclərimizi, onların fəaliyyətlərini görəndə çox qürur duyuruq. Məsələn, bu yaxınlarda bir gəncimiz bizə müraciət elədi. Hələ abituriyent idi, tələbə adını qazanmamışdı və bu gəncimiz özü süni intellektlə məşğul olub, bir sıra beynəlxalq sertifikatlar alıb və düşünün ki, birinci qrup yox, dördüncü qrup abituriyenti idi bu şagirdimiz və sonradan Rusiyanın dövlət saytlarına, nazirliklərin birinin saytına müraciət edib ki, sizin bu saytınızda boşluq var və mən süni intellekt vasitəsilə bunu çöktürə bilərəm, bunu düzəldir. Rusiya kimi dünyanın super güc dövlətlərindən biri əvvəl buna inanmamışdı, sonra gəncin doğru dediyinə baxıb gənci mükafatlandırmışdılar bizim abituriyentimizi və bu onu göstərir ki, bizim gənclərimiz süni intellektə maraq göstərməklə həm də bizim gənclərimizi IQ səviyyəsi, baxmayaraq ki, bir çox beynəlxalq təşkilatlarda geri göstərilsə də, göstərdiyim nümunə onu göstərir ki, bizim gənclərimizin intellekt səviyyəsi çox yüksəkdir və sağlam niyyətli gənclərimiz ölkəmizin rifahı, inkişafı naminə süni intellektlə məşğul olsalar və bu dövlət nəzarətində olsa, təbii ki, gələcəkdə həm maddi, həm iqtisadi, həm də mənəvi cəhətdən ölkəmizə çox fayda verər və dediyimiz kimi biz süni intellektin əsrinə çevirməliyik və daim süni intellekt bizim nəzarətimizdə qalır. Texnologiyanın inkişafı bəzən suallar və narahatlıqlar da yaradır. Süni intellektin doğura biləcəyi təhlükələrdən də təhsil ekspertləri xüsusilə danışırlar. Bir çox təhlükələr də gətirib insanları düşündürən və hətta süni intellektin gələcək həyatımızdakı təsiri artıq fəlsəfi bir nöqtəyə çatıbdır və bu mənada biz
ümumiyyətlə bulut texnologiyasının və yaxud da ki, kiber təhlükəsizliyin təməl prinsiplərinə geçsək və ibtidaisinə geçsək, insanlar bugünkü avadanlıqların, bütün avadanlıqların təməlində hər zaman ta qədimdən rabitə rahatçılığı axtarıblar. Məsələn, biz yazı növlərinə baxsaq, ta qədimə geçsək, əşyavi yazıdan başlayaraq modernləşmə dövrü keçib, əşyavi yazı, şəkli yazı, fikri yazı, hərfi yazı və daim rabitə axtarışında olublar. Bu gün də o rabitə axtarışı davam edir. Bu haqda Bəxtiyar Vahabzadənin çox gözəl bir sözü var. Deyir ki, insan, sən nəfsində doyumsuz, fəqət eşqində mələksən. Bu ifadənin mövzumuzla bağlı nə əlaqəsi var? İnsan hər sahədə olduğu kimi rabitə sahəsində də nəfsində doyumsuzdur, yəni durmur, dayanmır. Biz deyək ki, yazının ən mükəmməl növün kəşf edəndən sonra artıq telefonun kəşfinə, sonra mobil telefonun kəşfinə, sonra internet, 3G, 4G, 5G. Fikir verirsə, bu gün qitələr arası ünsiyyət nə qədər rahatdır. Artıq biz planetlər arası ünsiyyət iddiasındayıq və bunların hamısı texnologiyada insanların dayanmadan fəaliyyətinin bəhrəsi bizim üçün suallar yaradır ki, bu inkişaf gələcəkdə nə problem çıxarda bilər? Bugünün bütün sosioloqları süni intellekt haqqında bunu vurğulayırlar ki, 10 il bundan əvvəl bu səviyyədə süni intellektin inkişafı insanların rahatlığına, firavanlığına təsir edirdi, bu bizi sevindirirdi. Amma bugün bir çox sahədə süni intellekt insan zəkasından önə keçə bilər və yaxud da gələcəkdə insanların süni intellekt bütün bəşəriyyətin ağasına çevrilə bilər. Qadağalara ehtiyac yoxdur, sadəcə uşaqlarımıza, eyni ilə özümüz də, yəni uşaq da gördüyünü götürür. Əgər bir uşaq valideynə müraciət etdiyi zaman, valideyn onu sırf öz rahatlığı üçün və ya işdən yorğun gəlib başından etmək üçün get cavabı süni intellektdən tap deyə yönləndirərsə, uşağa süni intellektin mahiyyətini və düzgün istifadəsini öyrətmiş olmuruq. Dediyim kimi, birinci növbədə valideyn özü uşağın yaşına uyğun və anlayacağı dildə onu müzakirə etməlidir, anlatmalıdır. Daha sonra istifadəsi üçün süni intellektə yönləndirməlidir. Süni intellekt nə qədər yüksək səviyyədə inkişaf edirsə etsin, uşaqlara tövsiyəmiz odur ki, ünsiyyəti əldən itirməmək üçün süni intellektdən daha az istifadə etsinlər. Öyrənə biləcəkləri şeyləri süni intellektdən öyrənmək əvəzinə dərsliklərdən, digər araşdırmalardan, digər mənbələrdən öyrənsinlər. Hər şeyi asanlıqla süni intellektdən soruşub öyrənməyə çalışmasınlar, amma süni intellektdə iş gördürməyə çalışsınlar. Yəni onların bir misallarını həll etməkdən çox onlara yol, istiqamət göstərəcək formada istifadə etməyə çalışsalar, onların yaş dövrlərinə uyğun olaraq bu istifadə daha məqsədə uyğun olar. Nəticə olaraq süni intellektdən tədrisdə düzgün və balanslı istifadə etmək lazımdır. Bu zaman bu texnologiya bizə böyük faydalar gətirəcəkdir, eyni zamanda təhsilin gələcəyini daha da parlaq edəcəkdir. Süni intellekt artıq tədrisin ayrılmaz bir hissəsidir və təhsil innovativ vasitələr vasitəsilə daha da inkişaf edir, dəyişir və bu dəyişimin bir hissəsi olmaq mənim üçün böyük bir məsuliyyət və qürur vericidir. Və təbii ki, gələcəyin mühəndislərini yetişdirmək mənim üçün ayrı bir qürurdur. Bütün gənclərə bunu deyə bilər ki, texnologiya çox böyükdür, çox nəhəngdir, amma texnologiyanı düzgün istifadə etmək bizim əlimizdədir. Bizim sağlam düşüncəli, vətənpərvər, təhsili olan gənclərimizin əlində olsa süni intellekt, biz təbii ki, dünyanın öndə gedən texnoloji ölkələrindən birinə çevrilə bilərik. Göründüyü kimi süni intellekt artıq gələcəyin deyil, elə bugünün reallığıdır. Onu imkanlarından qorxmaq yox, onları düzgün istiqamətə yönəltmək zamanıdır. Unutmayaq, texnologiya öyrədir, amma dəyəri verən insandır.